Herkese salam. Yeni videoda sizi xoş gördük. Deməli, bugün biz JavaScript-in dərslərinin artıq ikinci bölümündəyik. Yəni ki, bugün artıq biz JavaScript-də müəyyən şeylər öyrənəcəyik. Keçən dərsimizdə isə JavaScript-in tarixi ilə JavaScript-in nə olub, nə olmadığını öyrənmişdik. İndi isə başlayaq. Deməli, JavaScript-i yazmaq istəyirsinizsə, bunu siz HTML faylının içərisində və ayrıca bir faylda da yaza bilərsiniz. Mənsə önümüzdəki bir neçə dərsdə bunu HTML faylının daxilində yazacağam. Daha sonralar isə biz onu ayrıca bir fayl kimi yazacağıq və həmin o faylı necə ki CSS-i HTML-ə bağlayırdıq, o şəkildə də JavaScript faylını HTML-ə bağlayacağıq. Gələk bir dənə biz index.html yaradaq. Neçə vaxt idi index.html yaratmırdıq. Yazıram. index.html. İndi bu index.html-də HTML5 kodlarını yazıram və artıq bu işlək vəziyyətdədir, işlənə bilər. Əgər siz HTML kodlarının içərisində bir JavaScript yazmaq istəyirsinizsə, bunun üçün script təqlərindən istifadə etməlisiniz. Deməli, bu nə üçün istifadə edirəm script təqlərinin arasında? HTML-i Chrome kommentar eləyən zaman, artıq burada script hissəsinə gələndə, bu script təqlərinin arasındakı yazıları JavaScript-in standartlarına uyğun olaraq şərh etməyə başlayır. Misal üçün, əgər siz JavaScript-də bir dəyişən yaratmaq istəyirsinizsə, ki, dəyişən çox önəmli bir şeydir, bunun üçün var sözcüyündən istifadə etməlisiniz. Var, yəni variable. Var yazdıqdan sonra dəyişənimizin adını yazıram. Məsəl üçün A. Bunu yazdıqdan sonra bərabər yazıram və bərabərliyin digər tərəfində artıq mən while üzr istəyirəm, variable-ı A yazdım və dəyişən deməli, bərabərin o biri tərəfində artıq mən bunu qiyməti mənimsədirəm. Tutaq ki, bu olsun qiyməti Murad. JavaScript-də nöqtə vergül deyə bir məcburiyyət yoxdur. Qoya da bilərsiniz, qoymaya da bilərsiniz. Daha sonra digər bir dəyişən də təyin eləyək. Var B bərabərdir vəli. Artıq bizim iki dəyişənimiz olmuş oldu. İndi mən əgər bu dəyişənləri ekrana vermək istəyirəmsə, indi görək nəticəsi nədir ümumiyyətlə bunun? Gördüyünüz kimi heç bir nəticəsi yoxdur. İndi əgər mən bunu ekrana çap olunmağını istəyirəmsə, bunun üçün yazıram document.write document.write yazdıqdan sonra mötərizəni açıb bağlayıram və bunun içərisinə yazıram A üstəgəl boşluq işarəsi üstəgəl B. Gördüyünüz kimi Murad və Vəli bura çap olundu. Deməli, əgər mən boşluq işarəsini yazmasaydım, A üstəgəl B yazsaydım sadəcə olaraq, bu şəkildə yəni çapa verəcəkdir. Bunu biraz da yaxınlaşdıraq. Murad Vəli gördüyünüz kimi, mən lakin bunların arasına bir boşluq qoydum və ayrı-ayrı çap olundu. Əgər siz bir document write-in içərisində söz də yaza bilərsiniz. Bunun üçün dırnaq işarəsini istifadə edirəm. Yazıram ki, bu bizim ikinci JavaScript dərsimizdir. Gördüyünüz kimi, bu bizim ikinci JS dərsimizdir yazdı ekrana. Document write-in sayəsində. Yəni ki, əgər siz bir dəyişən yazırsınızsa, burada dırnağa bizim ehtiyacımız yoxdur. Əgər yox, text yazırsınızsa, dırnağa ehtiyacımız var. İndi gəlin A üstəgəl B-ni təkrar yazdıraq. A yazdım, üstəgəl yazdım. Bunların arasında bir boşluq verməliyəm. Boşluq da yəni bizim bildiyimiz kimi bir stringdir. Ona görə bu dırnaqların arasında bir boşluq yazıram, üstəgəl B yazıram. Gördüyünüz kimi Murad və Vəlini çap elədim. Söhbət variable'larına düşmüşkən, mən variable'ların növləri haqqında danışmaq istəyirəm. Bir çox proqramlaşdırma dillərində olduğu kimi, burada da müəyyən tiplər var. Misal üçün, ilk olaraq string. String bir variable tipidir və gördüyünüz kimi bu dırnaq işarəsi
bunun artıq string olduğu mənasına gəlir. Sanki siz bu dırnağı qutu kimi düşünə bilərsiniz və biz bu dırnaqların arasında nə yazdıqsa o string kimi qəbul olunur. İkinci tipimiz bizim integerlardır. Qısaca olaraq int yazım, yəni rəqəmlər. Bir dənə də C dəyişəni təyin edək. Bunun da qiyməti olsun 5 misal üçün. Bu 5 artıq bir rəqəmdir. Yəni ki, integerdir. Sonra nə tiplər var? Davam eləyək videomuza. Burada int yazmışam mən. Number olmalıdır. Aha. Davam eləyək. Deməli, nələri öyrəndik? Biz string öyrəndik, number'ı öyrəndik. Number rəqəmdir, string də gördüyünüz kimi tekstlərdir. Daha sonra nə var? Boolean dəyəri var. Boolean dəyəri özü nə deməkdir? Yəni ki, bir dənə də var D eləyək. D də bərabərdir true. Bu bir boolean dəyərdir. Bu ya true olacaq, ya da false olacaq. Boolean dəyişəninin iki qiyməti var. Ya true'dur, ya da false'dur. Doğru və ya səhv. True eləyək. Və boolean dəyərlərin ümumiyyətlə ədədi bir qiyməti var. Tutaq ki, siz belə bir şey göstərmək istəyirəm mən. 5'i salın buradan, saxlayaq. Document write yazıram. True. Üstə gəl false. Görək bu bizə nə qaytarır? Gördüyünüz kimi 1 qaytarır. Nəyə görə? Çünki true'nun, burada yazım, true'nun ədədi olaraq qarşılığı 1'dir. False'unsa ədədi qarşılığı 0'dır. Yəni ki, siz bu true ilə false'u toplatmaq istədiyiniz zaman bu sanki 1'i qoyacaq bunun yerinə, 0'ın yerinə də false'u qoyacaq və topladacaq. Tutaq ki, indi mən götürüm belə eləyim. True ilə false'u toplasın, vursun true'ya. Gördüyünüz kimi yenə bir qaytardı. Götürdü true ilə false'u topladı, sonra onu vurdu 0'a. İndi bu true'nu dəyişim false eləsəm, 0'ın üstünə 0 gələcək və 1'i vuracaq 0'a, qiyməti də 0 qaytaracaq. Gördüyünüz kimi, yəni bu true ilə false'un da özünün ədədi qarşılıqları var. Sonra başqa nə var? Undefined var. Undefined. Düz yazmaya bilərəm sözü. Məncə amma düzdür. Undefined nədir? Əgər bir tutaq ki, bir dəyişən var. Həmin dəyişənin qiyməti müəyyən olunmursa, yəni ki, müəyyən deyil bu dəyişənin qiyməti. O zaman həmin dəyişən undefined olmuş olur. Həmin dəyişənin type'ı undefined. Yəni ki, müəyyən olunmadı. Bu şəkildə. Digəri də var, null. Null qiyməti də, əgər tutaq ki, bir dəyişən var, bir adres var, həmin onun qiyməti, əgər, necə deyim, söz yadıma düşmür bu dəqiqə, non-existed, yəni ki, mövcud deyilsə, yəni, belə bir şey deyə bilərik. Onun qiyməti null olmuş olacaq. Yəni, non-existeddirsə, onun qiyməti null olmuş olacaq. Deməli, biz bugün nələri öyrəndik? Öyrəndik, deməli, bu variable-ı öyrəndik, variable-ın type'larını öyrəndik və document write-dan da istifadə eləyərək bir neçə əməllər elədik. Gələn dərsimizdə isə biz riyazi əməlləri daha da genişləndirəcəyik, riyazi əməllərin dərinliklərinə doğru daha da gedəcəyik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, gələn videomuzda görüşənədək.